igidi bitmez. Prolog. Xaşxaşilərin sükutu. 1485-ci ilin soyuq, dumanlı qışı. Şamaxı, Gülüstan qalası. Şirvanşahlar paytaxtında hava sönməkdə olan bir ocağın külü kimi bozdu. Sarayın dəhlizlərində artıq nəğmələr deyil, qorxu və şübhə pıçıltıları dolaşır. Fərrux Yasar öz taxt otağında əlləri titrəyərək pəncərədən uzaqlara Tabasaran dağlarına baxır. Onun yanında Bağdaddan xüsusi səlahiyyətlərlə gəlmiş qohumu Ömər Əl-Bağdadi dayanır. Ömərin baxışları bir qırğının gözləri kimi itidir. O, saraydakı hər bir kölgəni süzür, hər bir xışıltını dinləyir. Birinci hissə. Ömər Əl-Bağdadinin təftişi və Sasan Keyxosrovun sonu. Şirvanşah Fərrux Yasarın qarşısında masanın üzərində Sasan Keyxosrovun gizli yazışmaları və saraydan yoxa çıxan xəzinə qızıllarının hesabatı. Eyni zamanda Şeyx Heydərin adına atılan şər böhtanın gerçəkləri, Şirvan əhalisinin süni surətdə qətlə yetirilməsi əmirlərinin dəlil sübutları sənədlər halındadır. Ömər Əl-Bağdadi gümüş saplı əsasını yerə vuraraq sükutu pozur. Hökümdarım, bu torpağın hər bir küncü Sasanın hördüyü hörümçək toru ilə bürünüb. O sadəcə vəzir deyil, o taxtınızın altını gəmirən bir qurd imiş. Sasanın qurduğu Xaşxaşi quldur dəstəsi təkcə Təbrizi deyil, ilk öncə sizin sarayınızı zəhərləyib. Mən ona inandım, Ömər. O, Şirvanın qılıncı idi. Amma indi görürəm ki, o qılıncın ucu mənim öz boğazıma yönəlibmiş. Şahım, mən burada sənədsiz, sübutsuz heç nə danışmıram. Sasan Ərdəbil ocağını parçalamaq üçün Əbu Musa ilə gizli sövdələşib, xəzinəni quldurbaşı Şahmarana peşkəş edib. İndi isə saraydan qaçıb. Ona xidmət edən xristiyan komandan Qriqor və quldurbaşı Şahmaranla yəqin ki bizə qarşı nə isə planlayır. Şirvanşah yerindən sıçrayır. Gözlərində hiddət və vahimə birləşir. O dərhal Ömər Əl-Bağdadiyə tam səlahiyyət verən fərmanı möhürləyir. Artıq Şirvanda Xaşxaşı ovu rəsmən başlamışdır.